Araşdırmalar göstərir ki, İran-Əl-Qaidə əlaqələrinin 10 illiklərlə davam edən tarixi vardır və bu əlaqələrin kökü 1990-cı illərin əvvəllərinə gedib çıxır. Yeni yaranmış Əl-Qaidə iri miqyaslı terror aktları həyata keçirə bilmək üçün üzvlərinin lazımi hərbi təlim görməsinə və maddi-texniki tədrisatına böyük ehtiyac duyurdu və İran bu məsələlərdə ona yardımını əsirgəmədi. Bu zaman İran Əl-Qaidənin köməyi ilə bir tərəfdən Amerika və İsrailin mənafeyinə zərbə vurmaq, digər tərəfdən də bölgədəki əsas rəqibi Səudiyyə Ərəbistanının təsirini və nüfuzunu zəiflətmək hədəflərini qarşıya qoyurdu. Əl-Qaidənin İranla əlaqələrinin qurulmasında Sudan Milli İslami Cəbhəsinin lideri Həsən Ət-Turabinin mühüm rolu olub. O, Sünni və Şiə İslamçı təşkilatlarının müştərək düşmən qarşısında birliyinin tərəfdarı idi. Məhz bu niyyətlə o, Sudana dəvət etdiyi Usamə bin Laden ilə İran və onun dəstəklədiyi Şiə qruplaşmaları ilk növbədə Hizbullah arasında əməkdaşlığın qurulmasına çalışırdı. Bu təmasların nəticəsi olaraq 1991-ci ilin axırlarında Əl-Qaidə üzvlərinin bir qrupu İrana səfər etdi və partlayıcı maddələrlə bağlı təlim keçdi. 1993-cü ilin payızında digər bir qrup Livanın Bekaa vadisinə gedərək Hizbullah düşərgələrində təlim gördü. Əl-Qaidənin törətdiyi ilk terror hücumlarında İran dəsti xətti aydın görünürdü. Qeyd edək ki, İran-Əl-Qaidə əlaqələrinin güclənməsində Hizbullah liderlərindən biri 2008-ci ildə Suriyada qətlə yetirilən İmad Müğniyə xüsusi rol oynamışdı. 1996-cı ildə İran rejiminin xüsusi elçisi Şeyx Nemani Sudana gedərək Əl-Qaidə rəhbərliyi ilə müzakirələr apardı. Bu müzakirələrin nəticəsi olaraq tərəflər arasında informasiya, təhlükəsizlik və əmniyyət, təminat və təlim sahəsində qeyri-rəsmi razılaşma əldə olundu. İran tərəfi Əl-Qaidə ilə əməkdaşlığını nə qədər gizlətməyə çalışsa da, artıq 1990-cı illərin ortalarında bununla bağlı məlumatlar yayılmağa başlamışdı.